Əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Ədəbi portretlər verilişini sizə mən Elşad Əliyev təqdim edirəm. Bugünkü verilişimizdə həm söhbətim Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor Asif Rüstəmlidir. Asif müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm, çox sağ olun. Asif müəllim, bugün Salman Mümtaz haqqında söhbət edəcəyik. Salman Mümtazı yenidən bir balaca maraqlandım. Yəni verilişə hazırlaşmaq üçün çox, belə deyim, həm gözəl, maraqlı həyat yaşayıb, həm də faciəvi həyat yaşayıb. Başlayaq həyatından, keçək gördüyü işlərə. Təşəkkür edirəm. Əslində Salman Mümtaz Azərbaycan ədəbiyyatşünaslığının çox görkəmli nümayəndələrindən biridir. O həm mətinşünasdır, həm mənbəşünasdır, həm şairdir, eyni zamanda satirik şairdir. Onun çoxsaylı oçerkləri var. O deməli, ədəbiyyat tarixçisidir. Ədəbiyyat tarixini mənə elə gəlir ki, onun qədər həmin dövrdə incələyən demək olar, o səviyyə qalxan, Salman Mümtaz səviyyəsinə qalxan bizim tədqiqatçı alimlərimiz olmayıb. Həm elmi nəzəri cəhətdən, həm bir fədakar tədqiqatçı kimi, həm səxavətli bir insan kimi bu insan Azərbaycan mədəniyyətinə, ədəbiyyatına hesablanması mümkün olmayan sərvətlər, mənəvi sərvətlər Baha biçilməz. Tam bəli bəxş etmişdir. Bir məsələ də var. Biz sosial belə deyək ki, mənbələri, şəbəkələri, nə bilim Wikipediyalar vərəqləyəndə təəssüflənirəm ki, bir səhv dönə-dönə təkrar olunur Salman Mümtazla bağlı. O da onun doğum tarixidir. Demək olar sosial şəbəkələrdə daha çox 1884-cü ildə Şəkidə olduğu vurğulanır. Ancaq bizdə olan Milli Elmlər Akademiyasının arxivində, istintaq sənədlərində, öz əli ilə yazdığı tərcümə hallarda, onlardan hətta birinin surətində gətirmişəm bura studiyaya, hamısında 83-cü il yazılır. Hətta onun bir xatirəsi var, Sabirlə bağlı xatirəsi. O Sabirlə 1893-cü deməli ildə görüşüb, sonra aradan bir müddət keçəndən sonra təkrar Bakıda 10-cu ildə görüşüblər. O 93-cü ildəki Aşqabaddakı görüşü ilə bağlı yazır ki, xatirəsində yazır ki, mən o zamanları Sabirlə görüşəndə məktəbli idim, cəmi 11 yaşım var idi. Hətta bu onu göstərir ki, 83-dən də biraz əvvəl. Aylara baxanda 83 də ola bilər. Hə, ancaq 83 mənə elə gəlir ki, mötəbər sənədlərin diktə etdiyi faktdır. Yəni amma Wikipediyada mənim qarşıma da 84 çıxdı. Hə, bilirəm. Yəni mən ona görə birinci bu faktdan başlamaq istəyirəm ki, bu məsələdən başlamaq istəyirəm ki, yəni Wikipediya müraciətlər həddindən artıq çoxdur. Ancaq həm də Wikipediyanı mən çox da mötəbər mənbə hesab etmirəm. Amma əlçatandır. Hə, əlçatandır. Özdəki geniş yayılır, geniş istifadə olunur və bunlara rəğmən hesab edirəm ki, faktın, sənədin, öz əli ilə müəllifin öz həyatı və tərcümə halı ilə bağlı yazdığı mənbələri biz yanlış və kökü olmayan informasiyalara qurban verməməliyik. Yəni ona görə də birinci il ondan başladım ki, mötəbər mənbələrdə, arxiv sənədlərində Salman Mümtaz 1883-cü ildə Şəki şəhərində imkanlı bir tacirin evində, hətta Məşədi də demək olar, Məşədi Məhəmməd Əmin kişinin ailəsində dünyaya gəlib. Salman Mümtaz öncə qeyd etdiyim kimi o belə deyək, sistemli mükəmməl təhsil görməyib.
demək olar ki, fərdi qaydada təhsillər alıb ayrı-ayrı şəxslərdən, ancaq öz üzərində o qədər çox işləyib ki, bu insan nəinki türkçəni, Azərbaycan dilini, bu fars dilini, ərəb dilini, rus dilini, urdu dilini fərdi qaydada çox mükəmməl öyrənib və ona görə də bu istənilən belə deyək, qədim türk əlyazmaları ilə bağlı bu insanın heç bir çətinliyi olmur. Mən deyirdim şərq ədəbiyyatı ilə bağlı. Tamamilə doğrudur. Yəni belə deyək də, yaxın şərq ədəbiyyatı ilə bağlı. Onun həm tədqiqatları yetərincə zəngindir, həm də ki, bütövlükdə türk dünyası ilə bağlı araşdırmalar çox mötəbərdir. Onu qeyd edeyim ki, Salman Mümtaz 4 yaşında olanda atasını itirib, Məhəmməd Əmin kişini itirib, ailə bir növ qalıb başsız. Məhəmməd Əmin kişinin o dövrdə Aşqabadda torpaq ucuz olanda böyük torpaq sahələri almışdı Aşqabad şəhərində. Orada özünə belə deyək bir karvansaradı, digər iş sahələri açmışdı və bu iş sahələri ilə yaxşı da qazanc əldə edirdi. Ancaq bunun belə deyək, Salman Mümtazın 4 yaşında bunun həyatını itirməsi, deməli, ailə çox çətin bir vəziyyətdə qalır. Ona görə də onun anası, qardaşı, özündən kiçik qardaşı ilə bir yerdə Aşqabada gedirlər. Demək olar ki, şuurlu həyatı Salman Mümtazın bütövlükdə Aşqabad şəhərində keçir. Sonra dayıları da gəlir deyəsən. Elə mən anasının qardaşı deyəndə dayısını nəzərdə tuturam təbii ki. Yəni elə birinci o, yəni dayısı o təsərrüfatı idarə edir və deməli Cənubi Azərbaycandan, Xalxaldan gəlmiş bir nəfər müəllimin məktəbində, əgər məktəb demək mümkünsə, deməli dərs alır. O dövrdə çox bəsit idi o tədris proqramı. Yəni orada elə bir müxtəlif dillərdə şeirlərin əzbərlənməsidir, mətnin oxunmasıdır, o tərcümə məsələləridir. Şeir əzbərləyib, yadda saxlayıb, uşaqların bir-biri ilə yarışa girməsidir, belə müsabiqə keçirilməsi məsələləri idi ki, o dövrdə həddindən artıq böyük həvəsi olduğuna görə, həm də möhkəm yaddaşı olduğuna görə Salman Mümtaz çox fəal şagirdlərdən olur. 1893-cü ildə Mirzə Ələkbər Sabir Aşqabada gələndə o özünün sinif yoldaşı ilə bir mübahisəsi nəticəsində Sabirin şeiri ilə bağlı elə olur ki, Sabiri görmək arzusu keçir və beləliklə onun sinif yoldaşı da Sabirlə görüşdürür. Sabirlə görüşü çox maraqlı olur. Misra belə təxminən belədir ki, söylədim, deməli, bəlkə də onu yadıma salmaq çətin olacaq olduğu kimi, ancaq mənası belədir ki, söylədim müştaqa ki, ağ kürkünü bir günlük verginən mənə, o isə o dedi, get, mənim bu ityatanımdır mənim. Misra təxminən belədir. Bunun açılışı ilə bağlı müraciət eləyiblər Sabirə. Sabir isə deyib ki, o müştaq Şamaxıda bir nəfər qəssab idi, bu başkəsən idi. Və bu boşkəsənin o ağ kürkü yağ içində idi və iydən yaxın dayanmalı mümkün deyildi. Ona görə də bu, belə deyək, bu həcvi ona həsr eləyib. Həm də ki, o müştaq o dövrdə bir zəif şeirlər yazırdı. Nə şeirdən deyir əl çəkildi, nə də qəssablığından, yəni baş kəsməsindən əl çəkildi. Yəni bu mübahisəli və bir o qədər də misradan məzmunu aydın olmayan məsələnin iki, belə deyək, 10-11 yaşında şagirdin gedib o böyük sənətkarla Kərvansarayda görüşməsi və o misranın ondan izahın istəməsi
həm Sabir üçün maraqlı olub ki, bunun şeirləri ilə hələ çap olunmamış, əlyazma halında yayılan şeirləri ilə gənclər, yeniyetmələr maraqlanırlar, onun məzmunu ilə maraqlanırlar. Bu həm Sabir üçün belə qeyri-adi gözlənilməz olub. Həm də ki, bu gənclərin poeziya marağını əks etdirən bir detaldır bu məsələ. Və buna görə də deməli, hər ikisinin yadında bu hadisə qalır. Bir də aradan təxminən bir 17 il keçəndən sonra bu məsələ ilə bağlı təsadüf elə gətirir ki, Bakıda Salman Mümtaz, Mirzə Ələkbər Sabirlə təsadüfən görüşür İsmailliyə binasının belə deyək otelində. O zaman o başqa bir metropol otelində qalırmış. Bu təbii ki, aradan 17 il keçib Sabiri tanıya bilməyib. Ancaq Sabir bu uşağı o dəqiqə tanıyıb, deyir ki, bağışlayın, siz mənə çox tanış gəlirsiniz. Biraz da dayanıb, bütün hadisəni Sabir yadına salıb ki, siz o zaman falan beyti izahını məndən soruşmaq üçün Aşqabaddan gəlmişdiniz. Sonra da deyir ki, bəs siz Salman deyilsinizmi? Deyib, bəli, yəni adına qədər və təzdən durub görüşüblər və bu da qeyd edib ki, fəaliyyətə başlayan, 1906-cı ildən fəaliyyətə başlayan Molla Nəsrəddin jurnalında müxtəlif gizli imzalarla bunun xəbərləri, şeirləri, məlumatları, ondan satirik hekayələri və s. orada çap olunur. Bunun gizli imzasını biləndən sonra Sabir daha da böyük maraq göstərir və beləliklə Salman Mümtazın Sabirlə görüşü bütövlükdə hesab edirəm ki, həm də bu xatirəni Salman Mümtaz özü yazmışdı və çox dəyərli, maraqlı bir hadisəyə çevrilir. Gəlin baxaq, keçək onda onun yaradıcılığına. Yəni əvvəlcə onun bir şair kimi tanıyaq. Ondan sonra keçək o biri Molla Nəsrəddin jurnalı ilə işinə, sonra tədqiqatçı kimi folklora topladığı deyək ki, şairlər haqqında yazdığı əsərlərə, tapdığı əsərlərə, həm yazdığı, həm tapdığı, sonradakı həyatının sonunda bu əlyazmaların itməsini, yəni bu şey sırayla gedir. Təşəkkür edirəm. Siz doğru dediniz. Yəni Salman Mümtazın fəaliyyəti genişdir, çox şaxəlidir, çox janrlıdır. Tədqiqatçılar məlumat verir ki, o 1903-cü ildən, yəni 20 yaşı olandan başlayıb əlyazmaları birinci toplamağa. Təbii ki, elə əlyazmaları olub ki, çox qiymətli olub. Heç də onu heç kəs havayı 20 yaşlı bir gəncə hədiyyə etməyib. Buna görə atasından qalma varidatdan, yəni qızıllardan istifadə etməli olub. Hətta belə bir tədqiqatçıların bir araşdırması da var ki, onun anası iri bir sandıq alıb. Qızılla doldurur onu da. O sandığı qızılla doldurub və Salman Mümtaz bu qızıllardan özünün şəxsi rifahı üçün yox, millətin mənəvi sərvətlərini itməkdən, dağılmaqdan qorumaq üçün. Həm də orada xeyriyyə şeyləri də var onda. Xeyriyyə üçün xərclənir. Tamamilə doğrudur. O biraz sonraki mərhələlərdədir. Ancaq o ilkin mərhələdə, yəni 1903-cü ildən başlayaraq Salman Mümtazın əlyazma toplaması, əlyazma sahəsində bir kolleksionerə çevrilməsi özü böyük hadisədir. Bir kitabxana yaradır da, elə bil ki. Bəli, mən deyərdim ki, bir əlyazmalar arxivi yaradır, əlyazmalar muzeyi yaradır. Yəni
bunun topladığı el yazmaları o kadar çok zengin olur ki, onu da qeyd eləyək ki, öncə vurguladığınız kimi onun hem lirik hem satirik şeirleri 1905-ci ildən sonra Azərbaycanda da mətbuat orqanları çox sürətlə inkişaf eləyir. Adını elə öncə çəkdiyimiz Molla Nəsrəddindir, Füyuzat jurnalıdır, Qurtuluş jurnalıdır, qəzetlərdən Tazə Həyatdır. Sonraki mərhələdə biz rast gəlirik İqbal qəzetinə, Günəş qəzeti, Həqiqət qəzeti, Yeni İqbal və sair qəzet və jurnallarda deməli müraciət eləyir, Salman Mümtazın şeirləri çap olunur. Onu xüsusi vurgulamaq yerinə düşərdi ki, 1910 hələ 7-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yanvarın hardasa 4-də Ədiblər və Mühərrirlər Cəmiyyəti yaranır və onun ilk üzvü olanlardan biri Salman Mümtaz olur və hətta o yaranan cəmiyyətin maddi bazasını zənginləşdirmək üçün öz iyanəsini də ora verir və bildiyimiz kimi həmin cəmiyyəti əslində bizim müasir Yazıçılar Birliyinin mən deyərdim ki, ilk modelidir. İlk modelidir. Ədiblər və yazarlar deməli mühərrirlər cəmiyyəti və onların ilk 17-ci ildə çap olunan kitabı da Qardaş Köməyi adlı, daha doğrusu jurnalı da Qardaş Köməyi adlı əslində məcmuə idi o, çap olunub. Orada 2 şeiri çap olunub. Həmin Qardaş Köməyi məcmuəsində Salman Mümtazın. Onlardan birinin adı təkdir. Bunu biz ilk dəfə görürük ki, Salman Mümtaz Əskərov Turxan adlı, deməli bunun həm də Turxan imzası olub. Və ikinci şeirində isə yenə ayrıca Turxan imzasından istifadə edib və o dövrə qədər müxtəlif qeyd etdiyimiz kimi satirik jurnallarda onun şeirləri, satirik şeirləri çap olunsa da, digər deməli mətbuat orqanlarında onun lirik şeirləri çap olunsa da, bu həm Qardaş Köməyi məcmuəsində çıxan onun şeirləri həm dövrdə diqqəti xüsusilə cəlb eləyib artıq. Çünki orada o dövrdə həm də o dövrün məsələn Hüseyn Cavid kimi, o dövrdə Seyid Hüseyn kimi ədiblərinlə bir yerdə onun öz əsərini çap elətdirməsi əslində Salman Mümtazın həyatında böyük bir hadisə idi. Onun yazdığı, həmin dövrə aid yazdığı ilk şeirlərdən biri 18-ci ildə bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyəti qurulur və biraz sonra o dövrdə Qafqaz İslam Ordusu və onun deməli onun rəhbəri General Nuru Paşa Azərbaycana gəlir, Şəkidə olur. Həmin dövrdə Şəkidə Salman Mümtaz Nuru Paşa ilə görüşür. Və o dövrdə bir şeir yazır Nuru Paşaya. Öğüd adlı şeir yazır. Əslində bu şeir biz bu məzmununu təhlil edəsi olsaq, bəlli olur ki, Qafqaz İslam Ordusuna, Türk ordusuna həsr olunmuş bu şeir eyni zamanda həm də Nuru Paşaya, onun igidliyinə, qəhrəmanlığından bəhs edən bir əsərdir, bir şeirdir. Və o dövrdə biraz gec də olsa, təxminən oktyabr ayında o şeir həmin dövrün Azərbaycan qəzetində də deməli çap olunur. Bir məsələni də vurğuluyum, biz adını çəkdik Qurtuluş jurnalının. Yəni Qurtuluş jurnalında da o dövrdə xüsusilə 15-ci ildə Seyid Hüseynin baş redaktorluğu ilə həmin mətbuat orqanı çıxırdı. Ancaq sonraki vaxtlarda kağız qıtlığı, müəyyən çətinliklər cəmi 4 nömrədən sonra Qurtuluş jurnalı
dayandı. Cumhuriyet dövründə isə sırf deməli Salman Mümtazın təşəbbüsü ilə o dövrdə Maarif nazirinə bir neçə şəxsin müraciəti olur. Yeni ədəbi, bədii, ictimai, xarakterli, yönlü bir jurnalın, məcmuənin açılması ilə bağlı. O dövrdə Salman Mümtazın təşəbbüsünə Seyyid Hüseyndir, Səməd Mənsurdur, Əbdülxaliq Cənnətidir, Bədrəddin Seyidzadədir, Məhəmməd Əli Sidqidir və digər ziyalılar qoşulur, imzalayırlar. Bu müraciəti həm o dövrdə Maarif naziri olan Nəsib bəy Yusifbəyliyə göndərirlər. Söhbət gedir 1919-cu ilin yanvar ayından. Həm də Azərbaycan qəzetində həmin müraciəti çap etdirirlər. Bir neçə gündən sonra Maarif naziri Nəsib bəy Yusifbəyli şəxsən Salman Mümtazı qəbul edir. Birincisi təşəkkürün bildirir. Çox ciddi söhbətlər də olur. Söhbətdə əsasən vurğulanır ki, bizim Cumhuriyyətdən əvvəlki dövrdə çoxsaylı qəzet və jurnallarımız vardı. Bu Cumhuriyyət dövründə bizim belə deyək, iri həcmli ədəbi, bədii bir jurnalımız yoxdur. Ona görə də xahiş eləyirik ki, ən azı bir 200 səhifədən ibarət, ayda bir dəfə çıxması mümkün olan şəkilli bir jurnal buraxılması üçün dövlət dəstək versin və kömək eləsin. Rəğbətlə qarşılayır. Hətta deyir ki, Nəsib bəy Salman Mümtaza deyir ki, bunun smetasını hazırlayın ki, bu nə qədər xərcə hər ay başa gələcək və biz məmnuniyyətlə dəstəkləyək. Ancaq onu vurğulayım ki, çox təəssüf ki, tez-tez bu kabinet dəyişikliyi Cumhuriyyət dövründə və get-gedə pulun inflyasiya olunması nəticəsində Salman Mümtazın dediyi həmin jurnalı yaratmaq, təsis etmək, nəşr etmək mümkün olmuyor. Ancaq maraqlı bir tərəfi o olub ki, həmin dövrdə Seyyid Hüseynin 15-ci ildə yarımçıq qalan Qurtuluş jurnalını yenidən bərpa ediblər. Yəni, o biraz gec. Məsələn, 20-ci ilin aprelin 1-də Qurtuluş jurnalı ilk belə deyək, sayını buraxıb, orada da Salman Mümtazın elmi bir məqaləsi çap olunub. Bu, Mirzə Şəfi ilə bağlı idi. İlk dəfə Salman Mümtaz müəyyən edib ki, yəni o vaxta qədər Mirzə Şəfi Vazehin Cənubi Azərbaycandan olduğu, ümumiyyətlə Fars olduğu ilə bağlı müxtəlif versiyalar yayılmışdı. Ancaq ilk dəfə Salman Mümtaz yazdı, ispat elədi, onun şeirlərindən də məqaləsindən sonra deməli verərək bildirdi ki, bu Azərbaycanlıdır, Mirzə Şəfi Vazeh, onun külliyyatı var, onun haqqında ilk geniş məlumatı Salman Mümtaz adını çəkdiyimiz Qurtuluş jurnalının 1-ci nömrəsində vermişdi. Deməli, ikinci nömrədə isə, çünki o həftəlik jurnal idi, çıxmalıydı, ancaq çıxa bilmədi. İkinci jurnal aprelin yalnız 20-sində çıxdı. Bilirsiniz ki, 27 həftə sonra isə Cumhuriyyət belə deyək, süquta uğradı. Nəticədə isə həmin jurnal da fəaliyyətini dayandırdı. Bunu vurğulamaqda məqsəd odur ki, ümumiyyətlə hansı şəraitdə, vəziyyətdə çalışmasından asılı olmayaraq, Salman Mümtaz həmişə fəal idi, fədakar idi və onu da vurğulayım ki, hətta bu çap işi bunun ən ağrılı yeriymiş. Ona görə də hələ 1913-cü ildə Tiflisdə o, deməli, Salman Əsgərov Nəşriyyatı adlı bir nəşriyyat yaratmışdı və orada deməli Seyid Əhməd Hatif adlı bir kitabça da buraxmışdı həmin nəşriyyatda. Bu Hatif əslində anadan olmuşdu deməli İranda,
Ancaq əsli atası Ordubaddan idi. Ona görə ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığında, ədəbiyyat tarixində Salman Mümtaz deməli Seyid Əhməd Hatiflə bağlı həm onun müxəmməsilərini, əsərlərini toplamış, həm onun haqqında iri bir oçerk yazmışdı və Azərbaycan ədəbiyyatına elə hesab eləyin ki, bu şəxsi ilk dəfə Salman Mümtaz tanıtmışdı. Bəli. Əsmərim, siz həm onu şair kimi, həm tədqiqatçı, alim kimi kifayət qədər bizə yaxşı tanıtdınız. Gəlin onu bir əlyazmalar kolleksiyası kimi də tanıyaq. Mənə elə gəlir ki, Salman Mümtazın Azərbaycan Cumhuriyyəti süqut etdikdən sonra Sovetləşmə dövründə fəaliyyəti hesab edirəm ki, ən diqqətə layiq fəaliyyətlərdən biridir. Biz onun belə deyək, bioqrafik məlumatları sıralasaq, baxırıq ki, bu Nəriman Nərimanov Rusiyadan Bakıya qayıtdıqdan sonra ən birinci inqilab, o dövrdə Azərbaycan İnqilab Komitəsi yaradılmışdı və o komitəyə ən birinci Salman Mümtazı dəvət eləyir. Az da olsa Salman Mümtaz İnqilab Komitəsində müəyyən müddət fəaliyyət göstərir. Ondan sonra isə İnqilab Komitəsindən onu göndərirlər Maarif Nazirliyinə. Maarif Nazirliyində əslində deməli tədrislə bağlı, dərsliklərlə bağlı, ondan klassik ədəbiyyatla, folklorla bağlı toplanmış əsərlərin çap məsələsini Salman Mümtaza həvalə edirlər. Mən onu da qeyd edeyim ki, Salman Mümtaz 23-cü ildə yaradılan, deməli, belə deyək, o dövrdə onun adı belə idi, Azərbaycanı Tədqiq və Tətəbbü Cəmiyyəti. Həmin cəmiyyətdə Türk bölümündə çalışırdı Əbdülrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə və müəyyən müddətdə orada çalışmaqla yanaşı həm də Kommunist qəzetində o fəaliyyət göstərdi. Məsələn, Kommunist qəzetində Unudulmuş Yarpaqlar adı ilə bizim klassik ədəbiyyatımızdan çoxsaylı nümunələr çap elətdirirdi, verirdi. O ardıcıllığı düzsə, məsələn, Tədqiq və Tətəbbü Cəmiyyətindən sonra Azərbaycan Elmi Tədqiqat İnstitutunda deməli bir müddət işləyir. Orada da Azərbaycan klassiklərinin əsərlərinin, folklor nümunələrinin toplanılması ilə bağlı, o sahədə elmi işlərlə bağlı çox ciddi fəaliyyət göstərir. Və elə ki 32-ci ildə bu Azərbaycan Elmi Tədqiqat İnstitutu ləğv edilir və yerinə SSR Elmlər Akademiyası, deməli Qafqaz deməli filalının Azərbaycan şöbəsi yaradılır. Əslində bu da bizim müasir Elmlər Akademiyasının ilk modellərindən biri idi və burada da onun fəaliyyəti, işi deməli sırf çap işlərinə bağlı olur. Bu yaxınlarda Azərbaycanda birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olundu. Türkoloji Qurultayda da Salman Mümtaz çox fəal iştirak eləmişdi. Həmin dövrə 2 cildlik xalq ədəbiyyatı ilə bağlı deməli kitablarını çap elətdirmişdi və həmin dövrdə Salman Mümtazın həm iştirakı diqqəti cəlb eləyirdi, həm də nəşr sahəsindəki fəaliyyəti. Hətta tədqiqatçıların fikrincə deməli 3 ildə 25-28-ci ildə 16 kitab Salman Mümtaz çap elətdirmişdi. Əslində bu Cumhuriyyət dövrü və yaxud əvvəlki dövrlərlə müqayisədə çox böyük bir hadisə idi. Çox böyük hadisə idi və bunların içərisində məsələn o Nəsimini təqdim edirdi, Məhəmməd Füzulini təqdim edirdi. O dövrdə Molla Pənah Vaqifin əsərlərini, Molla Pənah Vaqifin əsərlərinə
ayrıca bir belə deyək, kitab həsr eləmişdi və bütün bunlar onun nə qədər fəal çalışdığını, material topladığını, onları şərh etdiyini, təhlil etdiyini və ədəbiyyat tariximizin görünməz, nəhəng, zəngin bir bazasını yaratdığını biz müşahidə edirik. Və beləliklə o ömrünü bütövlükdə elə ki Azərbaycan Milli Elmlər Akademiyasının belə deyək, müasir terminlə deyək, o dövrkü Ədəbiyyat və Dil İnstitutunda ömrünü keçirmiş və orada müxtəlif vəzifələrdə işləmişdi. Bölmə müdürü, sektor müdürü, ondan şöbə müdürü, kapitalizmə qədər ki ədəbiyyat, ədəbi irs bölmələrin müdürləri işləmişdi və həddindən artıq zəngin bir irs yaratmışdı. Həddindən artıq zəngin bizim mənəvi sərvətlərimizin toplanmasında böyük xidmətlər göstərmişdi Salman Mümtaz və beləliklə biz əgər onun həyatı ilə bağlı yığcam danışmalı olsaq, ilk dəfə 37-ci ildə 37-ci ilin mart ayında, baxmayaraq ki, onu müvəqqəti bir dövr üçün şöbə müdiri qoyurlar. O dövrdə institutun direktoru Rudolf Zifeldit Sümumyagi idi və onun əmri ilə o şöbə müdiri qoyulmuşdu. Deməli, iyunun 1-də Zifelditi vəzifəsindən çıxardırlar institut direktorluğundan. O Estoniyadan olan bir şəxs idi. Bizdə 23-cü ildən hətta Azərbaycan Tədqiq və Tətəbbüt Cəmiyyəti dövründən Azərbaycanda çalışırdı. Azərbaycan dilini, Azərbaycan ərazisində yaşayan Xəzərlərin dilini, mədəniyyətini öyrənən bir alim idi. Çıxardılan kimi Əhməd Əhmədov Ədəbiyyat İnstitutuna direktor təyin olunur. O Məşdağa rayon 1-ci katibliyindən birbaşa gətirilmişdi Dil Ədəbiyyat İnstitutuna direktor və təbii ki... Elm adamı deyildi də, belə deyil. Ədəbiyyat adamı deyildi. Ancaq bununla bağlı milli ruhlu bir şəxs idi. Baxmayaraq ki, partiya işçisi idi. Ancaq onun özündən də asılı olmayaraq artıq 19-unda Əhməd Əhmədov məcbur oldu. Deməli, Salman Mümtazın, söhbət gedir 37-ci ildən, Salman Mümtazın çıxarılması ilə bağlı, işdən azad edilməsi ilə bağlı, özdə çox ağır bir maddə ilə, təxminən əmrində belə yazmışdı ki, deməli, kapitalist belə deyək, düşüncəsinə xidmət etdiyinə görə və millətçi və türkçü ideyalarını dəstəklədiyinə görə və bu istiqamətdə ifşa olunduğu üçün Salman Mümtaz Əsgərov deməli kiçik elmi işçi vəzifəsindən azad edilir. Baxmayaraq ki, iyunun 19-unda verilmişdi iyunun. 20-sindən qüvvəyə minirdi və təxminən bir 4 aya yaxın müddətdən sonra oktyabr ayında Salman Mümtaz həbs edildi və sizin də öncə vurğuladığınız kimi evinə axtarış aparılan zaman təxminən 238 saxlama vahidi, hətta onu həcm formasında 3 kisə əlyazmanın evindən aparıldığını qeyd eləyirlər və o geri qayıtmadı. Bunu çox da uzatmadılar. 38-ci ildə məhkəmə qərar qəbul elədi. Bunu 10 illik həbs cəzasına məhkum etdilər. Bunun səbəbi də ondan ibarət idi ki, bütün işgəncə, təpki və zorakılıqlara baxmayaraq axıra qədər Salman Mümtaz çox möhkəm dayandı. Bunların ittihamlarının heç birisini qəbul etmədi. Xüsusilə onun müstəhdiqlərindən biri erməni mənşəli Qalsturyan idi və inkar etdi və ona görə də Salman Mümtaza ölüm hökmü çıxarda bilmədilər. Hətta onun əleyhinə bu belə deyək, bu türkçülük,
ondan Millətçilik. millətçilik ittihamı ilə bağlı onun üzünə dayandırdılar. Məsələn, professor Bəkir Çobanzadəni, professor deməli Qeybodillini və digərlərini dayandırdılar və onlara belə deyək, çox sərt münasibət bəslədi. Deməli, müstəntiqin yanında. Dedi, utanıb, ölmürsünüzmü ki, mənə böhtan atırsınız. Bax, həmin professorlar. Ubaydullin isə dedi ki, bəs Salman, bağışla ginan, biz bu əzablara dözə bilmədik, məcbur olduq. Yəni, belə bir şəraitdə şərlənmişdi və deməli, Salman Mümtaz 10 illik həbs cəzasına məhkum olmuşdu. Onu göndərmişdilər Orenburqa, oradan isə göndərmişdilər Aryol şəhərinə. Aryol şəhərində isə həmin dövrdə bu faşizm, Hitler belə deyək, qoşunları həmin şəhərə yaxınlaşırdı. Yuxarıdan siyasi qərar verilmişdi ki, bu siyasi məhbusların düşmənin əlinə keçməsinə imkan verməmək. Ona görə də həbsxanada olan bütün dustaqları, o cümlədən Salman Mümtazı da elə həbsxananın rəhbərliyi güllələmişdi. Həmin hadisədən, yəni bu hadisə olmuşdu 1941-ci ildə, həmin hadisədən uzun müddət sonra 1956-cı ildə isə onun belə də ona verilən cinayət işində heç bir cinayət tərkibi olmadığına görə demək bəraət verilmişdi, siyasi bəraət verilmişdi. Mənə elə gəlir, yalnız siyasi bəraət yox, həm də Azərbaycan tədqiqatçıları, alimləri Salman Mümtaza elmi bəraət də verdi. Onun əsərləri toplanıldı. Bu sahədə mənə elə gəlir, Rasim Tağıyevin adını xüsusi çəkmək olar. Rasim Tağıyev ilk dəfə onun məqalələrini, deməli, əsərlərini, elmi əsərlərini toplayıb bir cilit halda 80-ci illərdə çap etdirdi. Ondan sonra bizim dostumuz Professor Ədalət Tahirzadə onunla bağlı yığcam da olsa tərcüməyi hal xarakterli bir əsər yazdı. Mən rəhmətə getmiş və elmlər doktoru Professor Cəlal Qasımovun adında xüsusi vurğulamaq istəyərdim ki, Cəlal müəllim də xüsusilə məhbəs həyatı ilə bağlı Salman Mümtazın çox diqqətə layiq, dəyərli, sırf o dövrün NKVD-nin arxiv materialları əsasında, hətta onların faksimiliyasını vermək şərti ilə gözəl bir əsər yaratdı. Bütün bunlar onu göstərir ki, Salman Mümtaz Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə, mədəniyyətinə, folkloruna göstərdiyi cahanşumul xidmətlərinə görə, möhtəşəm xidmətlərinə görə heç bir zaman unudulmayacaqdır. Aydındır. Asif müəllim, sizin bu danışığınızdan, tonunuzdan, tərzinizdən belə anlayıram ki, siz Salman Mümtaz haqqında saatlarla danışa bilərsiniz və mən əminəm ki, biz bundan yorulmarıq, bu bizə maraqlı olar. Deyərək istəyirəm verilişi burada başa çatdırım. Təbii ki, bizim vaxt məhdudiyyətlərimiz var. Əziz dinləyicilər, vaxtımız sona çatdı. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Professor Asif Rüstəmli idi. Asif müəllim, maraqlı söhbətə görə sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm, çox sağ olun. Gələn həftə eyni gündə, eyni saatda görüşmək ümidi ilə salamat qalın.